Herkese salam dostlar, kanalıma xoş gəlmisiniz. Mən Cəhanə. Bugün sizdən yay tətilləri haqqında danışacağıq. Neçə gündür bu videonu çəkmək istəyirəm. Bir türlü zaman ayırıb çəkə bilmirdim. İndi xəstəxanadan çıxmışam, dedim evə gedənə qədər çəkim, qalanı da evdə çəkərəm. Deməli, bugün yay tətillərindən danışırıq. Mən istəyirəm bunu bir neçə yerə ayıraq, yay tətillərini. Həm abituriyent vaxtı olan yay tətili, həm tələbəlik vaxtı olan yay tətili. Əvvəla danışım biraz abituriyent vaxtı nə etmək lazımdır yay tətillərində. Ümumiyyətlə, biraz istəyirəm məsələyə başqa tərəfdən yanaşım. Yəni, sadəcə oxumaq lazımdır ya yox və yaxud da nə oxumaq lazımdır, kimi yoxdur. Sözün həqiqi mənasında yay tətili sizə nə qədər bir şeylər qazandıra bilər, özünüzü nə qədər inkişaf elətdirə bilərsiniz, artıra bilərsiniz. Deməli, gəlin birinci başlayaq 10-cu, 11-ci sinif arasından. Çünki məncə elə söhbətin kulminasiya yeri buradır. Əsas onlara maraqlıdır ki, bu yay tətilində nə etmək lazımdır, oxuyaqmı, oxumayaqmı? Əvvəla belə deyim də, yüksək məqsədiniz varsa, belə deyim, yüksək bal hədəfləyirsinizsə, yəni oxumalısınız çox güman ki. Bir də oxumaq deyəndə də bilirsiniz, məsələn, nə nəzərdə tuturam. Məsələn, ola bilər ki, kimsə, məsələn, hələ hədəfi 350 baldır, elə 350 balla yığır imtahanlardan. Yəni, məsələn, ona çox da demərəm ki, hə də, yəni sən bu yay mütləq oxu. Amma məsələn, o kəs ki, məsələn, 350-400 arası yığır, amma məsələn, hədəf 600-dürsə, yay tətili onun üçün bir fürsətdir. Gələk başdan ayağa, yəni hazırlıq temposundan təbii ki, biraz dincəldiyi günlər də olsun, amma yenə də çox zaman oxumaq lazımdır, oxuması lazımdır. Eləcə də, məsələn, kimsə deyək ki, məsələn, 650-lərdədir balı, elə yəni onu qaynə eləyir. Yəni, çox da özünü yormağına ehtiyac yoxdur. Yəni, bu yayı ara fasilələrlə, elə belə, məsələn, kitabı açıb vərəqləsə, məncə kifayət eləyər. Məsələn, mən nə eləmişdim 10-11 arasında? Ümumiyyətlə, mən 9-10-11-i hər yayı özümə belə mükəmməl hədəflər qoyaraq başlamışam yaya artığı. Amma sonra hər yayın sonu peşman olurdum. Həm oxuduqlarımı, həm hədəflərimi oxumadığımı eləmədiyimə görə, həm də ki, yəni yayı da düzəməlli keçirmiş olmurdum. Yəni nə dincəlmiş olmurdum, yanından vicdan əzabı yükləmiş olurdum özümə. Deməli, 10-11 arası özümə söz vermişdim ki, bütün fənləri təkrar eləyəcəm. Hamısını təkrar eləyəcəm və hərəsindən bir dənə test işləyəcəm də. İndi toplular, hansılar bir test bankı işləyəcəm. Sonra yay başladı, mən təbii ki də başlamadım oxumağa və elə oldu ki, yekunda mənim hədəfim oldu ki, 3 fəndən də kimya, fizika, biologiyadan bir dənə toplu işləyərsəm, bir də təkrar eləyərsəm mövzunu, bu qədər. Və yekunda mən nə elədim deyə soruşsaz, bir dənə biologiyanın toplusunu işləyə bilmişdim. O da yəni, necə deyim, yəni o işləmədiyim hər gün mənim üçün işgəncə, yəni əzabla keçirdi ki, mən oxumuram. Nəticədə yenə oxumadım, məsəl üçün həmin o boş qaldığım günləri, amma özümü gərəksiz vicdan əzabından yüklədim də. Yəni özüm mən boş da oturmurdum. Məsələn, ailənin təsərrüfatla məşğul idi, onlara kömək eləyirdim. Yəni günlərim boş keçmirdi. Amma yenə də insan qarşısına bir hədəf qoyub eləyəməyən də həqiqətən özünü çox pis hiss edir. Ona görə biraz özünüzlə dürüst olun. Yəni oxuyacaqsınız, özünüzə hədəflər qoyun, yəni böyük şeylər qoyun. Oxumayacaqsınızsa çox da yəni sıxmayın özünüzü. Onsuz da ki, qabaqda hələ yəni 1 iliniz var. Yəni 10 ay təxminən hazır olacaq da. Yəni bu şəkildə. Ya dostlar, bunu deyim. Əgər bir şey oxumaq istəyirsinizsə, yay tətilində, bu mütləq bilirsiniz nə olsun, ingilis dili. Və yaxud da ki, yəni artıq qəbulu hansı dildə verəcəksinizsə o dil, belə deyim də. Yəni həqiqətən dünyada hər şeyin qapısını açan ingilis dilidir. Və siz onsuz da bu fənin imtahanını verəcəksiniz. Onsuz da sizə bunun listening lazımdır, məsələn də deyək ki. Əgər yay tətilində durub, məsələn, YouTube-da, Instagram-da makyaj videolarına baxacaqsınızsa və yaxud da məsələn oğlanlar kamp videolarına baxacaqsınızsa, çalışın məsələn ingilis dilində eləyin. Həm ingilis dilinizi inkişaf elətdirin. Universitetə qəbul olanda fərqi yoxdur. İngilis dil fakültəsinə qəbul olacaqsınız və yaxud da yox. Çox bir fərqi yoxdur. İngilis diliniz müəyyən bir səviyyədə olsun. Məsələn, yayı yaxşı məşğul olsaz, məncə həm qəbul imtahanında da sizə çox kömək eləyəcək, həm də qəbuldan sonraki dövrdə də, yəni universitetə qəbul olanda bununla məşğul ola bilərsiniz. Yəni üstünə biraz da qoyub, yəni çox tez bir zamanda ingilis dilinizi necə deyim, yəni o B2 səviyyəsinə qədər də ortalama gətirə bilərsiniz. Çünki tələbə vaxtı sizə çox kömək eləyəcək. Yəni hətta tələbə vaxtı ingilis dilinin sayəsində yaxşı işlərdə də işləyə bilərsiniz. Yəni biraz gələcəyinizə də odaqlananda sırf qəbul imtahanına yox, belə deyim. Yəni belə. Amma mən düzün desəm, əsas danışmaq istədiyim nöqtə bu deyil. Yəni dərs oxumaq, onsuz da özünüz bilirsiniz, yəni oxumalısınız yoxsa yox, nə oxumalısınız və yaxud da. Mən biraz nədən danışmaq istəyirəm? Ümumiyyətlə mən düşünürəm ki, Azərbaycan gəncliyinin belə bir problemi var ki,
Yəni biz araşdırmacı bir gənclik deyilik. Heç nəyi araşdırmırıq. Yəni bir ixtisas seçirik, heç bilmirik ki, o ixtisası bitirəndən nə işlə məşğuldur. Yəni nə bilim və yaxud da universitet həyatı necədir? Yəni həmin ixtisas üçün necədir? İş imkanları necədir? Yəni heç kəs məsələn bir sənət öyrənim kafasında deyil. Yəni hamının ağlı başına 22-23 yaşından sonra gəlir. Məsləhət görərəm ki, baxın, hansı ixtisas seçmək istəməyinizdən asılı olmayaraq, o ixtisası bu yay gözəl araşdırın. O ixtisasda işləyən insanlar tapın. Onlarla söhbət eləyin ki, razıdırlarmı? Məsələn, təzədən bir də qəbul imtahanına girsəydilər, bu ixtisası seçərdilərmi? Məsələn, deyək ki, indi məsələn tibb universiteti olsun və yaxud da hüquq olsun. Müəyyən belə deyək, bəzi universitetlər, bəzi fakültələr var ki, həqiqətən konkret oranı istəyib yazırsan da. Amma məsələn bəziləri də var ki, prosta bal yığırsan, sonra da yəni başdan ayağa doldurursan da həmin o neçə dənə yer verirsə artıq ki, bəs ixtisasları yazırsan. Yəni maraqlı deyil ki, o nə ixtisasıdır. Mən nə məsləhət görürəm? Məsələn, sən bilirsən ki, qəbulda sən məsələn deyək ki, 350-500 aralığında bir bal yığacaqsan. Böyük bir bal nəzərdə tutun da, yəni fikrinizdəkindən 50 bal artıq, 50 bal az. Qoyun abituriyent jurnalının qabağınıza hansı ixtisasları yaza bilmə şansınız varsa, hamısını bir-bir araşdırın. Baxın, bu dəqiqə YouTube'da, Instagram'da hər cürə yəni insan var, yəni belə deyək də bir kontent çəkən, hər ixtisasla bağlı, hər işlə bağlı. Bir-bir araşdırın, görün, o insanlar necə bir həyat yaşayır. Və yaxud da imkan varsa, məsələn, ətrafınızda bu işi görənlər varsa, məsələn, həmin o ixtisasda, onlarla bir söhbət eləyin. Sizə yəni düzgün məlumat verəcəyini düşündüyünüz insanlarla təbii ki. Baxın, məsələn, indi götürək, belə bir söz var ki, deyirlər ki, Azərbaycanda heç kim öz ixtisası üzrə işləmir. Nə bilim, 5 nəfərdən 4-ü öz diplomu üzrə işləmir. İnanın ki, o yerdə qalan bir nəfər də yəqin ki, elə həkimlərdir də, belə deyək. Məsələn, mən tanıyıram bankda işləyən yaxınlarımı, məsələn. Bunlar birinci qrupda var, 2 də var, 3 də var, 4 şəxsən tanımıram, illah ki, yəni əminəm ki, o da var. Fərqli-fərqli ixtisaslar qutarıblar, amma gəlib baxır və bankda işləyirlər. Məsələn, vaxtında araşdırmış olsaydılar, yəni bu sahənin onlara uyğun olduğunu bilsəydilər, elə o sahədə bir şey oxuyardılar və özlərini bu dövrdə də inkişaf elətdirərdilər, daha sonra da direkt gedib bankda yaxşı bir işdə işləyərdilər, belə deyək. Yəni tamam əlaqəsiz sahələri sonra birləşdirmək məncə çətindir. Ümumiyyətlə ixtisas seçimindən bağlı da bir videom olacaq. Yəni kanalı izləməyə alın, o videolarda qabağınıza çıxsın. Çünki düşünürəm ki, yəni biriləri bu məlumatları sizə verməlidir, bir şəkildə öyrənməlisiniz. Sizi gələcəkdə nə gözləyir, hansı ixtisas seçsəz. Mən yəni əlbəttə bütün ixtisaslar haqqında məlumat verə bilmərəm, amma ən azından bir-iki ixtisas haqqında məlumat vermək istəyirəm. Sonra ümumiyyətlə necə araşdırmalısınız sizi yönləndirə bilərəm. Baxın, məktəb vaxtı belə, yəni aşağı siniflərdə belə nə qədər belə deyim, imkanlar olur. İstər xaricdə, istər nə bilim Azərbaycanda. Məsələn, mübadilə, dəyişim proqramları olur. Amma mən bilirəm ki, yəni Azərbaycandakı gənclərin, yəni məktəblilərin böyük bir əksəriyyətinin bundan xəbəri yoxdur. Mənim də xəbərim yox idi. Hətta çox şeydən belə indi xəbərim olur. Məsələn, adi sizə bir şey misal göstərim. Məsələn, adi məktəblər, kənd məktəbləri olsun, şəhər məktəbləri olsun, heç olmasa öz məzunlarını çağırıb, bir universitetə qəbul olunmuş, bir ixtisas seçmiş məzunlarını çağırıb, onlarla danışsalar, məsəl üçün də, yəni onların tələbələrlə onları görüşdürsələr, şagirdlərlə, məncə nə qədər faydalı olar. Belə deyim, şagirdlər də yönləndirilirlər məktəb tərəfindən. Ümumiyyətlə bu videom çox uzun olmayacaq yəqin ki. Bir-iki kəlmədə ona görə elə tələbələr haqqında da bir şey demək istəyirəm. Baxın, tələbələr semestr imtahanı bitən kimi hamı dağılışır. Həqiqətən yəni tam belə fəaliyyətsiz bir dövrə keçid olunur da. Amma bu dövrdə də nə bilməyim, maaş aşağı olsa belə nəsə işlərdə işləmək, insan əlaqələrini, bu networking deyilir də, bunu gelişdirmək, genişləndirmək. Sonra yenə də məsələn ingilis diliniz yoxdursa, məsələn onu inkişaf elətdirmək lazımdır. Öz ixtisasınızla bağlı nə kimi imkanlar var? Və yaxud da məsələn hansı yollansa xaricdə təhsil ala bilərsinizmi? Məsələn, Erasmus falan var və yaxud da könüllülük proqramları var. O proqramlarda iştirak edə bilərsinizmi? Ölkə daxili könüllülük proqramlarını demirəm, o heç də. Onda iştirak etmək məncə həqiqətən verimlidir. Yəni ölkə xaricində məsələn, mən indi baxıram bəzi türklərə falan, məsələn, universitet vaxtı dondurub gedib hətta bu xaricdə bu könüllülük proqramlarında iştirak edirlər. Hansı ki, yəni o dövrdə onların qalmaq, yemək, nə bilim bu kimi xərcləri qarşılanır. Gündəlik müəyyən qədər xərclik də verilir. Və yaxud da bu Erasmusdan falan gedirlər və yəni həqiqətən o insanlara məncə çox mükəmməl bir vizyon qatır. Gələcəkdə də iş axtaranda da sivillərində yəni mükəmməl görsənir, əminəm ki.
Yəni bacardığınız qədər həqiqətən, yəni insan olduğu yerdən kənara çıxmadıqca elə bilir ki, elə buradan ibarətdir dünya. Amma çıxırsan ki, o qədər imkanlar var, o qədər belə deyim də özünüzü inkişaf etdirə biləcəyiniz yollar var ki, həqiqətən belə baxıram ki, kaş məsələn həqiqətən YouTube-da olsun, digər sosial şəbəkələrdə olsun da, indi hər şey çox əlçatanda. Kaş bunları çəkən ola, hamı öz təcrübəsini bölüşə və gənclər də buna baxa. Məsələn, mən indi bir neçə videolar çəkəcəm də ixtisasla bağlı. Bu arada gələn videoda məzuna qalmaqla bağlı bir video çəkəcəm. Hansı ki 2 il məzuna qalıb və bugün çox uğurlu bir, belə deyək də, karyerasını quran bir həkimlə danışdıracağım sizi. Yəni suallarınız olsa yaza bilərsiniz. Verəcəm ona cavablandırsın. Yəni məsələn, nə bilim, sonra tibb universitetində hansı fənlər oxumaq lazımdır, hansı fənni, hansı kitabdan oxumaq lazımdır. Hamısı haqqında video çəkəcəm və kaş məsələn vaxtında bunları bizə deyən olaydı. Kaş mən universitet vaxtı 1-ci, 2-ci kursda olanda bilərdim ki, nəyə hardan oxusam mənim üçün daha yaxşı olar. Nə bilim, yəni belə. Hə dostlar, mən evə gəldim, oturmuşam kondisionerin qabağında. Dedim biraz yekunlaşdırım, toparlayım mövzumuzu. Hə, yəni bu şəkildə. Yay tətilini biraz öz imkanlarınızı, nə edə bilərsiniz, nə edə bilməzsiniz, bunları araşdırmağa sərf edin və oxumanız gereken şeylər də varsa, indi özünüz yaxşı bilirsiniz, onların üzərinə düşün. Bir də məsələn çox əvvəlki videoların altında görürdüm aşağı siniflər, məsələn yay tətilində nə edək ki, onlara demək istəyirəm ki, yay tətilində prosta dincəlin, yəni prosta uşaqsınız hələ, yəni uşaqlığınızın dadını çıxardın. Hazırlaşmaq üçün bu qədər tələsməyin. Valla o qədər böyük bir şey deyil, yəni siz necə düzgün vaxtında oxusaz, düzgün müəllimin verdiyi tapşırıqları vaxtında yerinə yetirsəz, məsuliyyətlə yanaşsaz. Yəni mən məsələn müəllimin verdiyi tapşırıqlardan ekstra bir şey eləməyən biriyəm. Və bugün həkiməm, yəni bunu bacarmışam. Müəllimin yönləndirməsini vaxtında eləyən, onun tapşırıqlarını vaxtında yerinə yetirən zaten yəni ki, lazım balını toplayır. Yəni çox da özünüzü yormayın. Hər şey yaxşı olacaq. Əsas odur ki, oxumanız gereken vaxtda oxumanız gereken şeyləri oxuyasınız. Yəni bu qədər. Gələn videomuzda görüşərik. Kanalı takip almağı, videoya da bəyənmə qoymağı, like qoymağı unutmayın. Gəlin görüşlərə də gələrik.